Gələn həftə parlaq zəkada baxın. Ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri. Onların hamısını doğma Azərbaycanımız birləşdirir. Onların hamısı vətənimizin ayrılmaz bir hissəsidir. Zəkaların iddialı çıxışları. Bura zəka meydanıdır. İnşallah layiq olan qazanacaq. Azərbaycan etnoqrafiya mövzusuna yaxşı hazırlaşmasam da, mən ümid edirəm ki, qələbə qazana biləcəm. Qoy layiq olan qalib gəlsin. Düzgün cavab açıq yol deməkdir. Turkomanlar. Elə bir etnoqrafik qrup varmı? İraqda var, Azərbaycan dilində danışırlar, deyilsin. Bəs mövzumuz Azərbaycan etnoslarıdır. Doğrudur. Sondakı peşmançılıq fayda verməz. Onda Y hərfini buraxaraq nəsə bir yeni bir söz yarana bilər. Azərbaycan sözündə Y hərfini buraxıb Gürcü dilində söz yaradırsınız. Düz başa düşdüm sizi? Tam da onu demək istəmədim əslində, amma Sual qapısını asanlıqla açan zəka. Dağlarda ada məntiqi ilə danışıram. Məncə bu xınalıqlardır. Cavabınızda əminsiniz? Bəli, xınalıqlar. Parlaq zəkanın növbəti mərhələsində kimi görəcəyik? Bazar günü səhər saat 11-də.